Azərbaycanın tanınmış muğam ifaçısı Məftun Məmmədov ağır yol qəzasına düşüb. Dəhşətli hadisə nəticəsində onun ailə üzvlərindən ikisi faciəvi şəkildə həyatını itirib. Milli Az xəbər verir ki, hadisə Zərdab rayonunda baş verib. Belə ki, Məftun Məmmədovun idarə etdiyi avtomobil naməlum səbəbdən idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan 7 nəfərdən ikisi həyatını itirib. 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu dəhşətli qəzada muğam ifaçısının atası İntiqam Məmmədov və cəmi 2 yaşlı oğlu Tunar Məmmədov dünyasını dəyişib. Onların hadisə yerində keçindiyi bildirilir. Bu itki ailə üçün olduqca ağır və sarsıdıcı olub. Qəza zamanı avtomobildə olan digər şəxslər Məftun Məmmədovun özü, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova, eləcə də digər övladları Uğur və İntiqam müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərilib və onların vəziyyəti nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Qəzanın baş vermə səbəbləri, avtomobilin texniki vəziyyəti və digər detallar istintaq zamanı müəyyən olunacaq. Bu faciəli hadisə sənət aləmində və ictimaiyyətdə dərin kədər yaradıb. Tanınmış sənətçinin ailəsində baş verən itki ilə bağlı çoxsaylı həmkarları və sənət dostları başsağlığı verərək onlara səbir diləyiblər. Allah rəhmət eləsin. Yaralılara isə tezliklə şəfa versin.